Salam dostlar, xoş gəlmisiniz kanalıma. Bugün istədim sizlərə kürk ördəklərin videosunu çəkəm. Bu cəmi 9 dənə yumurtlayan ördəyimizdir. Burada da 15 dənə yumurta var dostlar. O qalxıb indi gəzir. Bu arada canlıdı idim, birdən-birə bağlandı. Gənə həmənki kimi dostlar nə deyirlər ona? Yaşım 12 olduğunu, 13 yaşdan sonra qoyurdu canını açmağa. Mən də əlimi ağzıma tutub danışmadım dostlar. Onda aça bilirdim canını. Dedim hələ birini eləyim, olmadı. Heç nə olmaz bu arada dostlar. Çünki deyəcəksiniz buraxırsam xeyr, canlıdan ötürü buraxan deyiləm. Öyle canlı o qədər də açmırdım. Gündə birini zat belə açırdım. İndi əgər açılıb eləsə 1-2 aya yaxşı olar. Yəni 1 aya açılsa çox yaxşı olar. Çünki 1 aydan sonra Allahın iznindən canlı açmaq istəyirəm. Hələ yox. Hələ o qədər də boş vaxtım olmur. Bir məktəblə buraxılsın. Bax ona kimi bloklanması, yəni canlı açılmaması qalxsa çox yaxşı olar. Qalxmaya da bilər, onu da bilirəm. Amma məncə qalxsa yaxşı olar. Amma qalxmasa da heç olmaz. Bir də ki dostlar, belə kürk ördəklərimiz belə də hava vaxtını çıxardacaqlar deyirsə dostlar. Mayın bilmirəm neçəsində çıxardacaqlar. Mən günlük hesablamıram. Amma mən mayın belə 20 nə qədərində çıxardasıdırlar. Yəni mən bilən. Bu 3-cü yatışlarıdır. 3-cü də əməlli yatdılar. Baxın belə. Gördüğünüz kimi bu da bizim Türk lal ördəklərimiz. Bu ikisi burada dostlar. Ondan sonra krasadar Fərəd də ki toyuq yumurtalarına yatır. Öz yumurtalarını hinduşkanın altına qoymuşam. Birdən özü qırar deyə. Yəni da ilkilidir. Nə olar, nə olmaz dedim elə. Burada da ki dostlar belə yonca etmişəm. Elə. Bunlar da yetişir. Burada inşallah soxalar bu çiçək açır. Oradan toxum töküləndə artacaq inşallah. Bunlar da öz-özünə, yəni baxın, bunlardan, yəni buğdadan bitənlərdir. Baxın. Belə burada bitir. Cıqıl-cıqıl bitir. Onları bıraxın da. Bax bunları əkmişəm. Əsas bitənlər olsa bizə dəqiqə. Əsas bitənlər dostlar, bax budura, burada belə. Bundan tökülür də yerdə qalanlar belə bitir. Əsas ən əsası bax buradır. Ən əsası. Bundan da istəyirəm o çoxalsın, ördək balları çıxanda buradanca yeyərlər. Bu ördək də ki gəlib yemədiyim, yəni onu da belə düzəldim. Gətirim bunlara dəmərli yemək qoyum. Bu yer altındakı da bitər dana. Bunlar mesela bu dəqiqə altında var canım, bitər inşallah yaxşıdan. O da ki halə gedir. Ay, nə qorxasam. Yedə yanır dostlar. Yəni ayrı video bugün çəkmə fikrim var. Bəlkə çəkdim, çəkmədim orasını. Bir dəqiqə dostlar. O nədir? Yumurta necəz? Bizə dəqiqə dostlar. Dostlar hələ gedib baxmadım, orada bir yumurta var. Yeni baxacağım, niyə baxmadım mı deyirsə. Hələlik dostlar, buna yemək verib. Burada yemək yazdı. Vik. Aha, bəs daha bu ikinizə də. Bəs. Sən də qalxar. Prosto qalxsa bunu vuracaq dostlar. bu ördək. Yesin kürklərimiz. Oraya sonra baxaram dostlar. Birinci hələ videomu yekunlaşdırım. Hələ yekunlaşdırmayacağım. Fikrim var ki bir xeyli dəqiqəlik olsun lan. O dəqiqədə yekunlaşdırmayacağım bu arada deyim. Bu arada lal ördəklər haqqında da məlumatlar gəlsin. Bunu da yorumlarda yazarsınız. Yəni yoxsa eləcə belə lal ördəklərin videolarını çəkim. Ürəyiniz nə tər istəyir deyərsiniz. Mən də deyəm. İndi dostlar bunun altındakı balalar Allah'ın izniyle saxlanıma çıxsalar satılacaqlar. Bir dişi gene saxlayacağım. Burada 3 olacaq. Niyə bilirsinizmi? Çatdıramıyorum dostlar istəyənlərə. Yəni istəyənlər də bunu istəyir də, belə qaralı ağlı istəyir. Amma içindən zümrüd də çıxacaq. İndi görək də zümrüdlər bahya satacağım. Zümrüdlər ayrı Allah'ın iznindən satacağım.
Bunun rəngdə çıxanların birinə dostlar 6-ya. Hələ 6 deyənmərəm dəqiq. İndi hələ girmədə qıza yeməmiş. Bax məndən qorxur. Bax %100 məndən qorxur dostlar. Baxacağım qiymətinə. Bazarda zat gedəcəm. Görüm bazarda zat 7-yə qaldırıblarmı? Yoxsa hələ də 6-dır. Mən bazar qiymətinə satıram bu arada. Çünki həm məsələn buradan bazara getmək bir adam üçün, bir nəfər üçün bir 5 lar idi. Gediş gəlişdən 5 lar edir. Bir hazır artıq 5 lar verməkdənsə məndən alırlar da. Elə. Prosto sort alan azdan burada. Sort o qədər də istəmirlər. Burada sortu bazara aparıb satıram. 5 lar verirəm yol pulunu. Qalanını da aparıb bazarda satıram. Özü də yəni krasnodarın hamısını satacağım. Zümrüdün hamısını satacağım zat demirəm. Bax bu ana, əslində dostlar bilirsinizmi? Yalan deməyim. Bir ana ördəkdən, məncə sizdən demək, yəni bir ana dişidən, mənim fikrimdə siz bir 2-3 dənə bala götürün. Yəni tutaq ki, 2-3 böyüdülər, 2-3 dənə dişisi var. Deməyin ki, bu 15 dənə yumurtlayırdı, bizəciyini götürün, biri də 15 yumurtlayacaq. Məndə gəldi, biri 15-ini yumurtladı 3-cü dəfəsində, biri də ki 9 dənə yumurtladı. Bax bu zümrüd rəngi olan. İkisi də eyni anadan da eyni atadan. Amma bir dənə şey də ola bilər ki dostlar, 3-cü dəfəsi dana heyvanın. Bəlkə birincisində bu da o qədər yumurtlayıcıydı. Sonra gedə-gedə azaldır dana. Heyvan da elədi. Heyvan elədidən Allah ördəklər. Məndə heyli olur. Amma elə ördəyim vardı mənim 16 dənə yumurtlayan. Onun balasından bu dəqiqə yoxdur. Məndə dişisindən özünü də satdım. Həmin bunların anasının bacısı idi. Dostlar həmən o vardı ha. O baxın 3 dəfəsinin 3 dəfə yatdı, yəni ildə bir ildə. 3-ündə də 16 dənə yumurtladı. Yəni ördəyin o özündəndir valla. Məsələn bu eləsi deyil. Amma o 3-cü dəfəsində bəlkə 3 dəfə də 15-ini yumurtlayıcıydı, bilmirəm. Ya da ki, nə bilim, 15-ini indi yumurtladı. Bunun da altında 9 dənə belə. Amma deyəsən bunun altında biri qırıldı, yəni 10 dənə idim, 11 idim, bilmirəm. Amma indilər 9-u qalıb, baxmışam. Yəni deyəsən bir ikisi qırıldı, amma dəqiq bilmirəm. Qırılmamış ola bilər, ona görə çox da elə danışmaq, ya birdən yalan deyərəm, ona görə çox da elə danışmaq istəmirəm. Ondan sonra bu ördəyimiz də ki, yəni o andır gedibdir. Bax. Gəlirsən gələm gənə buralardasın. Vik. Heyvanlarımız da belə. Kürk ördəklərini də istəyirəm videolarını belə çəkəm. Kürk ördəklərini də belə videolarını çəkəm. Dediyim kimi yəni canlı yəni banlandı, amma mən əvvəlki kimi deyiləm ki, canlı banlandı, YouTube buraxıram. Yəni canlıdan Allah haqqı yalan deməyim, o qədər də zövq almıram. Yəni çəkdikdə heç yəni o qədər də xoşuma gəlmir, amma bu video var, elə xoşlayıram video çəkməyi. Yəni canlı qədər olmasa da. Yəni səhv deyirəm. Deyirəm yəni açıb. Yəni video çəkməyi daha çox sevirəm canlıdan. Yalnız deyirəm canlı qədər olmasa da. Bizə də beyin. Bu arada yazıblar bu sənin öz krasnodarın mı deyilmi zat? Dostlar krasnodar ördəkləri kameramda o dəqiqə olandı. Krasnodar ördəkləri dostlar qışın yəni qışın belə qapalı rəng olurlar, belə qapalı yəni kartiniv rəng, şokolad rəngi olurlar. Yazın da açılır rəngləri. Mənim öz balamdır bu. Özümündür. Bunu daha bu mənim damazlığımdır. Bunu satmayacağam. İstəyirəm bundan bir bala zat götürəm. Yaxşı balaları inşallah çıxsın. Bunun balaları yaxşıdır. Vik. Özü təkcə bax bu qədər yeyir. Töküm. O da deyəsən yəni doyufdu sabah verdiyimlə. Sabah da qıza ver. Hə, budur abi yeyibdən. Bütün yeməyibdi. Sabah da xeyli vermişdim. Bax bu aha, cənə qırvə yumurta, dədə. Baxın haqqı deyirlədim dostlar. Aha. Bax. Nəsə altından götürüb. %100%. Nəsə altından götürüb. %1000000%. Ey sənin nəsə. Bax krasnodar da yox. Allah haqqı nervlənirəm, Allah haqqı. Bax bu krasnodar dişidən dostlar. Bizə nəyə yaxşıdır bilirsən, murtlayır, çox murtlayır, amma murtlalarını özünə heç vaxt qoymaram, çıxartmaram. Elə qorxaq, elə mundar ördəkdir ki, baxın.
Bak bak bak, bak. Uzaktayım, bakın buradayım dostlar, burada. Burada dururum. Buradan oraya bakın, aramızda hele 1 metr ne kadar da var. 1 metr yarım mesafe var aramızda. Oradan bık eli az qalmışdı qıracaq. Anırı qopdu. Belə də zəhləm gedir ala. Bir dənə əməlli Allah qoysa balalardan 1-2 dənə dişi krasadar çıxsın. Rədd edəcəm bunu, mən saxlayacağım. Görüm gene belə elədi bırakacağım. Bu da dostlar alaşımızdır. Alaş. Ay ay git. Ay. Anır qası, ver qası. Bu çördəklərin videosu demə dedim, çəkim daha nə olasın. Burada belədir. Krasadarımızdakı ən son ölçəndə 6,5 idi. İndi bilmirəm, məncə 7 olar. Mən istəyirəm bir hələlik, yalan deməyim, bir 8 istəyirəm. Amma məncə 7 də bəs, məncə. Rahatdır 7 də. 7 də yaxşıdır. Baxın, bu boyu zat belədir. Nəyəsə. Ama çok güzel, sakit heyvan dostlar. Yani saxla, elə yaxşı heyvandır. Sortlarda da mən çox sevdiyim dostlar zümrüdlə krasnodar deyən bu sortlar, lal ördək sortlarında ən sevdiyim bunlardır. Zümrüd və krasnodar. Yəni bunlardan ötürü yəni çox sevirəm. Rəyim gedir bunlardan ötürü. Macar da sevirəm amma 3-cü macardan, 1-ci zümrüd, 2-ci krasnodar. Əslində yəni krasnodarla zümrüd ikisi də 1-ci yerdə sayıram. Çünki ikisini də vallahi ayrım eləyəmirəm. 2-ci də macardır məndə. İkisi bir yerdədir, krasnodarla zümrüd. O da belə. Bu arada vik. Belə bir dənə də çəkim. Baxın, öz erkəmli yəni. Deyim bunu da təşkirardım. Mənim öz babamdır. Onlar almışdım bala vaxt dostlar. 2-3 günlük idi alanda. Onlar aldım. Bizim burada krasnodar 2 ya da 1 günlük, 2 günlük. Bax, bu gün çıxdı, sabahsı gün 1 gün tamam oldu, çıxdığı gün. Bax, elələri burada onlar ya dostlar. Hələ bəlkə baxalanıb bilmirəm. Bazardan içiyə də mən də elə verirəm. Baxın, bircə bu tərəfində dostlar, baxın gəlin göstərdim. O var, yəni %900%-dən krasnodardır. Baxın, bircə bu tərəfində bu var. O da heç telefonla zorla görünür, baxın. Bizə bax, budur. Bədənində ayrı ağlıq. O qanatlarının qırağında olması o normal dostlar. Yalan deməyim. O hamıda da olur. Yalan deməyim. 5 kisə atmışam. 5 kisə qoymuşam çəkməyi. Baxın belə. Videomuzu yekunlaşdırırıq dostlar. Gələn videolarda görüşmək umuduyla. Sağ olun. Salamat qalın. Gələn videolarda görüşərik. 15 dəqiqəli yetmirəm, bu qədər bəs. Like atıb, abunə olmağı, yorum yazmağı unutmayın. Gələn videolarda görüşərik.